Salam əziz izləyicilər. Biz bugün sizinlə Azərbaycan dili 1-ci hissə test toplusundan 44 nömrəli testə müraciət edək. Bilirsiniz ki, 5-ci siniflər üçün artıq biz təsniflənməyən feilləri də keçirik. 5-ci siniflərdə bu izahdan yararlana bilərlər. Uşaqlar, biz sizinlə təsniflənməyən feilləri keçmişdik və bildirmişdik ki, təsniflənməyən feillər iki əsas nitq hissəsinin xüsusiyyətini özündə birləşdirir. Yəni təsniflənməyən feillər ikili nitq hissəli feillərdir və bir də şəxsə kəmiyyətə görə dəyişə bilməyənlərdir. Aydındırmı? İndi gəlin 44 nömrəli testdə fikrimizi daha da əsaslandıraq. Deməli, bu test bizdən istəyir ki, Eylerven diaqramına əsasən iki cümlə verilib bizə. Bu cümlələrdə uyğunluğu müəyyən eləyək. Deməli, nənə nəvəsini başına yığıb asta-asta nağıl danışırdı. İkinci cümlə isə Rüstəm kişi atı arabaya qoşa-qoşa Cəlalı səslədi. Diqqət eləyək burada qara hərflərlə verilmiş asta-asta sözünə və bir də qoşa-qoşa sözünə. Verilən bəndlərə baxaq, tərz mənasını bildirir. Bəli, asta-asta zərf olduğu üçün hərəkətin tərzini bildirir. Biz bilirik ki, zərflər hərəkəti əsasən 4 cəhətdən izah edir. İkinci cümlədə isə Rüstəm kişi atı arabaya qoşa-qoşa Cəlalı səslədi. Qoşa-qoşa, yəni nə tərzdə səslədi? Qoşa-qoşa, hətta qoşaraq əvəz eləyə bilərik feili bağlamanın digər şəkilçisi ilə. Burada qoşmaq feili var. Sözün kökü feildir, qoşmaq. A şəkilçiləri feili bağlama şəkilçiləri olduğundan deməli A variantı gedir 3-cü bəndə. 3-cü bəndə A variantı uyğun getdi. İkili nitq hissəsinin xüsusiyyətini daşıyır. Bəli, biz bundan əvvəl qeyd elədik ki, feili bağlama və təsriflənməyən feil olduğu üçün burada həm zərfin, həm də feilin xüsusiyyəti birləşir. B variantı isə getdi, deməli 2-yə. 2-yə biz B variantını uyğun hesab edirik, çünki feili bağlamadır. Tərkib əmələ gətirmişdir. Uşaqlar, feili bağlamanın feilə uyğun xüsusiyyətlərindən biri də tərkib əmələ gətirməsidir. Yəni, ətrafına söz toplayıb tərkibi yarada bilir. Nə etdi səslədi kimi Cəlalı. Cəlalı nə tərzdə səslədi? Atı arabaya qoşa-qoşa səslədi. Bəli, tərkib əmələ gətirdiyindən C variantı da ikinci bəndə uyğun gedir. Bəs növbəti fikir verək növbəti bölməyə. D variantı sifətlə ifadə olunub zərflik vəzifəsindədir. Bu bizi aldadır. Çünki burada asta-asta sözü sifət deyil. Birbaşa danışdı feilini izah elədiyinə görə birbaşa zərfdir. Biz D variantını heç birinə uyğun hesab eləmirik. Y variantında isə bəli, asta-asta sözü zərf olduğundan birinci varianta uyğun gedir. Deməli, burada bu bəndə uyğun 1-yə, 2B, C, 3 isə A olduğundan B variantı 44 nömrəli çalışmanın cavabıdır. Eyni zamanda açıqlama verərək qeyd edeyim ki, qoşa-qoşa, dönə-dönə, tikə-tikə sözləri ikili xüsusiyyətə malik olduğundan bizi çaşdıra da bilir. Uşaqlar sinifə 2-2 girdilər. Burada yəni qoşa-qoşa. Burada sözün kökünə fikir versək, qoşa-qoşa feil demək zərfdir. Yəni, nə tərzdə qoşa-qoşa sözün köküdür. Amma usta mahnı qoşa-qoşa, yəni nə edə-edə qoşmaq feilindən söhbət gedir və dərzi paltarı tikə-tikə. Bax, burada sözün kökü tik sözüdür. Bir də tikə-tikə parça, bu həm sifətdir. Qəssab əti tikə-tikə doğradı. Nə tərzdə doğradı? Tikə-tikə doğradı. Burada zərf də ola bilən sözdür. Və yaxud mən sənə dönə-dönə demişəm, düz otur. Yəni dəfələrlə burada da yenə zərfdir. Çünki sözün köküdür dönə-dönə. Amma maşın dönə-dönə həyətə girdi. Yəni, arxaya dönə-dönə, yəni dönərək burada feildir. Həmçinin də bu sözləri fərqləndirmək üçün biz yenə də feilin xüsusiyyəti olaraq inkar şəkilçisi olan ma şəkilçisinə də müraciət edib bunları fərqləndirə bilərik. Diqqətiniz üçün təşəkkür edirik.